Salam əziz izləyicilər. Qaldığımız yerdən davam edirik. Bu günləri biz sizlərlə trigonometrik funksiyaların ən böyük və ən kiçik qiymətlərinin tapılmasını öyrənəcəyik. Əslində bu əvvəl keçdiyim dərsin elə eynisidir, davamı daha doğrusu. Təyin obasında qiymətlər çoxluğunu bilən adam bunu rahatlıqla tapa bilər. Əsasda qiymətlər çoxluğunu. Yadınızdadsa biz sizə demişdik ki, deməli, tangens və kotangensin qiymətlər çoxluğu mənfi müsbət sonsuzluqdur, yəni hər şey ola bilər. Amma sinus kosinusda belə bir qayda demişdik ki, tək qüvvətdirsə sinus kosinus bir dəfə yerinə mənfi 1 qoyuruq, bir dəfə 1, çünki o parçada qiymət alır. Cüt qüvvətdirsə 0, 1 qoyuruq. Bu məsələn mənə belə bir sual düşüb. Yazıb ki, y bərabərdir 2 üstəgəl 3 kosinus 2x. Deyir ki, bunu tutaq ki, ən kiçik qiymətini tap. Sən birinci bunun ən kiçik qiymətindən əvvəl qiymətlər çoxluğunu tapmalısın. Qiymətlər çoxluğu üçün bax kosinusun qüvvəti təkdir də burada 1-dir. Bir dəfə kosinusun yerinə mənfi 1 qoyacaqsan, bir dəfə 1. Mənfi 1 yəni bunu silirsən, yerinə mənfi 1 qoyursan. Olur 2 üstəgəl 3 vur mənfi 1, bir də 2 üstəgəl 3 vur 1. Bu edir 2 üstəgəl mənfi 3, yəni mənfi 1. Bu da edir 2 üstə 3, yəni 5. Deməli, bunun qiymətlər çoxluğu mənfi 1, 5 parçasıdır. Bu parçada da ən kiçik qiymət mənfi 1-dir. Başqa bir sual, məsələn. Tutaq ki, bizə deyir, məsəl üçün, 3 çıx 2 sinus kvadrat 3x. Aha, burada sinusun kvadratıdır. Kvadratın ən kiçik qiyməti 0-dır. Axı 0, 1 parçası idi, belə öyrənmişdik də. Bir dəfə 0 qoyuruq yerinə, 3 çıx 2 vur 0. Bir dəfə də qoyuruq 1, 3 çıx 2 vur 1. Bu eləyir 3, bu eləyir 1. Deməli, bunun qiymətlər çoxluğu 1, 3 parçasıdır. Bu parçada da ən böyük qiymət 3-dür, ən kiçik qiymət 1-dir. Belə. Məsələn, belə bir sual düşsə bizə, yazsa ki, tutaq ki, 3 kosinus kvadrat x çıx kosinus 2x üstəgəl 4. Bunun ən kiçik qiymətini necə taparıq? Baxın, çalışacağıq ki, funksiya ya kosinus x olsun, ya sinus x, ikisindən biri olsun. Argumentlər də eyni olsun. Biz bu zaman nə edəcəyik? 3 kosinus kvadrat x-ə dəymirik. Kosinus 2x-in düstur vaiddə. Deməli, çıxı yazırıq. Kosinus x nə idi? Kosinus kvadrat x çıx sinus kvadrat x də kosinus 2x. Üstəgəl 4. Aha. İndi 3 kosinus kvadrat x-ə dəymirik. Mənfiyə görə işarələr dəyişir. Belə bir şey olur. Üstəgəl 4. İndi bunu bundan çıxan deyəcək 2 dənə kosinus kvadrat x. Üstəgəl sinus kvadrat x. Üstəgəl 4. Bir də biz öyrənmişdik axı sinus kvadrat x 1 çıx kosinus kvadrat x-dir. Əsas eyniliklərdə. Ondan görə bunu yerinə yazıram. 1 çıx kosinus kvadrat x. Üstəgəl 4. Bu elədir deməli kosinus kvadrat x. Bu da elədir 5. Artıq istədiyimizə nail olduq. Kvadratda da onda yerinə nə qoyuruq? Bir dəfə 0, bir dəfə 1. 0 üstə 5, bir də 1 üstə 5. Deməli, bunun qiymətlər çoxluğu 5, 6 parçasıdır. Ən kiçik qiyməti 5-dir, ən böyük qiyməti 6-dır. Bir də belə bir şeylər öyrətmişdim mən sizə. Demişdim ki, deməli, məsələn, a sinus x üstəgəl b kosinus x olarsa və yaxud da çıxması da ola bilər bunun. Bu tip sualların qiymətlər çoxluğu mənfi kök altda a kvadrat üstə b kvadratidir, bir də müsbət a kvadrat üstə b kvadratidir. Ən kiçik qiyməti budur, ən böyük qiyməti budur. Nə deməkdir bu? Məsələn, tutaq ki, bizə belə bir sual düşüb. Yazıb ki, kökdə 5 sinus 7 alfa üstəgəl 2 kosinus 7 alfa üstəgəl 5. Deyir ki, tutaq ki, bunun ən kiçik, ən böyük qiymətini tap. Bax, bu hissə bayaq dediyimdə, fikir verin, sinus alfa, kosinus alfa eyni şeydir burada. Burada bizə bu ikisi lazımdır. Bir dəfə kökdə 5-in kvadratının üstünə 2-in kvadratına gəlirsən, kök altına salsan. O da eləyir, deməli, 5 üstə 4, 9, kökdə 9, o da deyir 3. Deməli, bax, bu ifadənin, buradan bura qədər olan ifadənin ən kiçik qiyməti mənfi 3 parçasıdır, ən böyüyü müsbət 3-dür. Yəni, bu parçada qiymətlər alır. İndi üstünə 5 gəlməliyik də, bir dəfə mənfi 3-ün üstünə 5 gəlsən, bax, bu mənfi 3-ün, bir dəfə də bu 3-ün üstünə 5 gəlsən, 5-i özü verib. Bu eləyir 2, bu eləyir 8. Deməli, bunun qiymətlər çoxluğu 2, 8 parçasıdır. Tutaq ki, bizə deyir ki, bunun ala bildiyi ən böyük qiyməti tap. Ən böyük qiymət 8-dir.
ən kiçik qiymət 2-dir. Onların da cəmi desə məsələn 10-dur və ya da hasili desə 16-dır. Və s. Bir də axırıncıda bunu yada salım. Əslində demişəm. Tutaq ki, belə sual düşsə bizə 4 kosinus kvadrat 3x üstəgəl 5 sinus kvadrat 3x üstəgəl 6. Tutaq ki, bunun ən kiçik və ən böyük qiymətini tapmaq lazımdır. Bu zaman uşaqlar bu kvadrata görə o düsturla eləyə bilmərik. Bunu demişdim ki, bunu parçalayırıq. Bax, bu əmsala görə 4 sinus kvadrat 3x yazıram. Bir də 1 sinus kvadrat 3x yazıram. Həqiqətən toplayanda 5 eləyir də. İndi 4 kosinus kvadrat 3x üstəgəl 4 sinus kvadrat 3x üstəgəl sinus kvadrat 3x üstəgəl 6 olur da misal. Bu hissədən 4'ü çıxarsam, qalacaq kosinus kvadrat 3x üstə sinus kvadrat 3x. Bu tərəfdə köçürdürəm. Bu bizə 1 verir də eyniliklərə görə. Qalır 4 üstəgəl 6 eləyir 10 üstəgəl sinus kvadrat 3x. İndi sinus kvadrat deyənə bir dəfə 0 qoyuruq yerinə, bir dəfə 1. Yəni bir dəfə 10'un üstünə 0 gəlirik 10 eləyir, bir dəfə 10'un üstünə 1 gəlirik 11 eləyir. Cavab 10-11 parçası. Ən kiçik qiymət 10'dur, ən böyüyü 11'dir. Belə. Ən böyük, ən kiçik qiymət haqqında deyəcəklərim bu qədərdir. Məsələn, belə bir sual düşmüşdü bir dəfə imtahana. 9 üzəri sinus x-in ən böyük və ən kiçik qiymətini tap və ya da qiymətlər çoxluğunda. Üstündə sinus x deyənə sinusun da qüvvət təkdir burada. Bir dəfə -1 qoyuruq, yəni bir dəfə müsbət 1 olur. 9 üstü -1, 9 üstü 1. Cavab 9'da 1 ilə 9 parçası. Ən kiçik qiyməti 9'da 1-dir, ən böyük qiyməti 9'dur. İndi istəyirəm sizə öyrədim toplama düsturlarını. Trigonometriyada toplama düsturları nədir? Vacibdir. Məsələn, bu bazar OTK-nın imtahana düşmüşdü. Toplama düsturları. Birinci düsturumuz budur. Sinus alfa üstəgəl beta. Bu belə açılır. Sinus alfa kosinus beta üstəgəl kosinus alfa sinus beta. İkinci düsturumuz belədir. Sinus alfa çıx beta. Bu da belə açılır. Sinus alfa kosinus beta çıx kosinus alfa sinus beta. Burada alfa beta arqumentdir. Yəni hər şey ola bilər. Bucaq da ola bilər. Ədədlər də verə bilər. Sonra kosinusların düsturları var. Kosinus alfa üstəgəl beta bərabərdir kosinus alfa kosinus beta çıx sinus alfa sinus beta. Dördüncü düstur kosinusların çıxılması kosinus alfa çıx beta. Bu olur kosinus alfa kosinus beta üstəgəl sinus alfa sinus beta. Sonra tangens var. Tangens alfa çıx beta var. Bu tangens alfa çıx tangens beta böl 1 üstəgəl tangens alfa vur tangens beta. Altıncı kotangens tangens alfa üstəgəl beta. Bu da bərabərdir. Tangens alfa üstəgəl tangens beta böl 1 çıx tangens alfa vur tangens beta. Bunları necə yadda saxlayırıq? Baxın uşaqlar, sinusda fikir verirsə, sinus ədalətli funksiyadır axı. Sinus özünə alfanı götürür, kosinüsə betanı verir. Sonra özünə betanı götürür, kosinüsə alfa verir. Yəni uyğun paylaşdırır da. Və sinusda toplamadırsa arada toplama olur, çıxmadırsa çıxma olur. Aşağıda da fikir verin. Amma kosinus hiləgər funksiyadır. Bax, kosinusdur, qabaqda özünü ən yaxşılarını götürür, kosinus, alfa betanı özünə götürür, artıqları verir sinusa. Birinci özü gəlməlidir, yəni öz dediyi olmalıdır. Belə yadda saxlayın da yəni. Və kosinus öz bildiyini eləyəndir, yəni tərsdir də. Məsələn, burada üstəgəldir, o deyir yox, çıxma olmalıdır. Hər şey əksinə edir. Bu çıxmadırsa burada üstəgəl olmalıdır. Bax, belə yadda saxlaya bilərsiniz. Tangens necə yadda saxlayırıq? Bax, tangens alfa çıx betadırsa yuxarıda o işarə olmalıdır, aşağıda onun əksi. Tangens alfa bir paylama qanunu kimi. Tangens alfa çıx tangens beta, aşağıda bir üstəgəl onların hasili. Üstəgəlmədə yuxarıda üstəgəl olmalıdır, aşağıda çıxma. Kotangens də var. Prosta kotangesi əzbərlətmirəm uşaqlara. Tangeslə kotanges bir-birinin tərsidir deyənə. Məsələn, kotanges alfa üstə beta lazımdırsa, tanges tapıb tərsinə çevirirsən, 1 böl yazırsan, kotanges də tapırsan. Bu oldu bizim toplama düsturlarımız. Gəlin bunlara aid nümunə yazaq. Məsəl üçün, tutaq ki, bizə belə bir sual verib.
Yazıb ki, məsələn, sinus 34 dərəcə vur sinus 64 dərəcə üstəgəl sinus 56 dərəcə vur sinus 26 dərəcə. Baxın, burada bucaqların heç bir-birinə oxşamır. Ona görə çevirmə düsturundan istifadə edəcəm. Sinus 34-ə dəymirəm. Sinus 64-ə dəymirəm. Sinus 56-nın yerinə yazıram. Sinus 90 çıx 34 və 26 yerinə yazıram. Sinus 90 çıx 64. Biz bilirdik ki, çevirmə düsturunda 90'da ad dəyişir. Ona görə olur sinus 34 vur sinus 64. Sinus olur kosinus 34. Özdə birinci rübə düşür, yəni işarə elə olduğu kimi qalır. Bu da olur kosinus 64. Toplananların yeri dəyişsə cəm dəyişmir. Ona görə kosinus 34, kosinus 64 yazıram. Üstəgəl sinus 34, sinus 64 yazıram. Baba yaxşı düstur. Kosinus alfa, kosinus beta, üstəgəl sinus alfa, sinus beta. Bu kosinusların çıxılmasıdır. Yəni kosinus 34 çıx 64. Bu deyilir kosinus mənfi 30. Kosinus cüt funksiya deyəni mənfi nudur. Elə kosinus 30 deməkdir bu. Kosinus da 30 alır kök 3 böl 2. Cavab kök 3 böl 2 oldu. Sən başqa bir sual yaz aslı üçün. Toplama düsturuna aid. Məsələn, elə bu həftə, yəni bazar günü OTK-yə düşən sual yazmaq istəyirəm sizə. Belə bir sual düşmüşdü bizə. Deməli, x-i vermişdi pi bölü 24 səhv eləmirəmsə. Sonra yazmışdı ki, sinus deməli 3 alfa. Bir dəqiqə o suala dəqiq baxım. Birdən səhv götürərəm. Bir dəqiqə. Belə yazılmış deməli. Kosinus 9x böl sinus 3x üstəgəl sinus 9x böl kosinus 3x. Aha. Baxın, ortaq məxrəc eləsək bunlara. Sinus 3x vur kosinus 3x eləyir. Eyni məxrəc gətirəndə bu məxrəcdə kosinus çatmır, burada sinus. Ona görə burada surəti kosinusa vururuq, yəni bunu buna vururuq, çarpaz. Olur kosinus 9x, kosinus 3x. Burada bunu buna vururuq, çünki burada da sinus çatmır. Olur üstəgəldə axı. Sinus 9x, sinus 3x. Yuxarı indi keçdiyim düstur oldu. Kosinus, kosinus, üstə sinus, sinus. Bu kosinusların çıxılmasıdır. Kosinus 9x çıx 3x. Aşağıda eyniliklər var deyə, belə bir düstur var deyə, sinus 2 alfa bərabərdir 2 vur sinus alfa kosinus alfa. Demişdim ki, buradan sinus vur kosinus tapmaq üçün həmişə sinus 2 alfanı 2-yə böləcəyik. Bax, bunu buna böləcəyik. Onda mən belə yaza bilərəm də sinus 3x vur kosinus 3x yəni yazıram. Sinus 2 vur 3, yəni 6x böl 2. İndi yuxarı oldu kosinus 6x, aşağı sinus 6x və bu 2 də çevrildi də bölməyə görə gəldi bura. Yəni vur 2. Kosinus böl sinus bizə verir kotangesi. Kotanges 6x. Və bunu da axırda 2-yə vuracam. İndi pin də bizə, daha doğrusu x-i də pi bölü 24 verib. Aparıb yerinə qoysam kotanges 6 vur pi bölü 24. Tapdığım cavabı da vuracam 2-yə. İxtisar gedəndə pi bölü 4 qalır. Pi bölü 4 45 deməkdir. Kotanges 45-də 1 alır. 1-i də 2-yə vuranda cavab 2 eləyir. Belə. Belə bir sual düşmüşdü. Sonra bir də uşaqlar hasilin cəmə çevrilməsi, sonra cəmin hasilə çevrilməsi düsturlarda var əslində. Onlar bloka çox düşür, amma hər ehtimalı onları da yazın birdən lazım olarsa. Deməli. Yazırıq cəmin hasilə çevrilməsi düsturları.
Baxın, sinus alfa üstə sinus beta. Belə bir düstur var. 2 vur sinus alfa üstə beta bölü 2 vur kosinus alfa çıx beta bölü 2. Sonra belə bir düstur var. Sinus alfa çıx sinus beta bərabərdir 2 vur sinus alfa çıx beta bölü 2. Bu alfadır. Vur kosinus alfa üstə beta bölü 2. Hep ki sinuslarda biri sinus olur, biri kosinus olur. Özdə biri toplum olur, biri çıxma. İndi kosinuslara gəldik. Kosinus alfa üstə kosinus beta bərabərdir 2 vur kosinus alfa üstə beta bölü 2 vur kosinus alfa çıx beta bölü 2. Və dördüncü kosinus alfa çıx kosinus beta bərabərdir mənfi 2 vur sinus alfa üstə beta bölü 2 vur sinus alfa çıx beta bölü 2. Bunları da bilə birdən lazım olur. Çox deyil düstur. Əslində bu 4 dənə bəs edirsə buraxılışa. Qalanları blokdur. Bir də bunları qeyd edirsiniz dəftərinizə. Bir də hasilin cəmə çevirməsi düsturları var. Hasilin cəmə çevrilməsi düsturları. Bu da belədir. Sinus alfa vur kosinus beta bərabərdir 2-də 1 vur sinus alfa üstə beta üstə gəl sinus alfa çıx beta. Sonra var kosinus alfa vur kosinus beta. Bu olur 2-də 1 vur kosinus alfa üstə beta üstə gəl kosinus alfa çıx beta. Və nəhayət sinus alfa vur sinus beta. Bu da bərabərdir mənfi 2-də 1 vur kosinus alfa üstə beta çıx kosinus alfa çıx beta. Və bu işdən də düsturu öyrənsəz yaxşı olar. Bir də yarım arqument var. Yarım arqument nədir əslində? O təzə bir şey deyil. Bildiyiniz şeylərdir. Məsəl üçün biz əsas trigonometrik eyniklərdə belə bir şey keçdik. Tutaq ki sinus 2 alfa bərabərdir 2 sinus alfa kosinus alfa. Düzdürmü? Fikir verirsə bu düsturda 2 alfa alfaya çevrildi. Məsələn, mənə yazsa ki sinus tutaq ki 4 alfanı bu düstur kimi yaz. Biz əmsala dəyməyəcəyik. Bu düsturun ikisini təzədən yazacağıq. Bu zaman sinus alfa yox 2 alfa yazacaq. Elə ki burada arqument 2 yerə bölünmədi. Burada da arqument 2 yerə bölünəcək. Olacaq 2 alfa vur kosinus 2 alfa. Uşaqlar götürür 2-də bölür 2-yə ya da 2-yə vurur. Elə ehtiyac yoxdur. Məsələn, mən desək ki sinus alfanı bu cür yaz, bu cür. Bunu da belə yazacağam. 2 vur sinus alfanı 2 yerə bölündə alfa bölü 2 vur kosinus alfa bölü 2 olacaq. Və yaxud da tutaq ki mənə deyir ki tutalım ki də kosinus 2 alfa düsturunu biz bilirik də necə idi? Kosinus kvadrat alfa çıx sinus kvadrat alfa. Tutaq ki mənə deyir ki kosinus 6 alfanı bu cür yaz. Bax burada 2 alfa 2-yə bölünüb olub alfalar. Onda burada kosinus kvadrat 6-nı 2-yə böləcəm 3 alfa çıx sinus kvadrat 3 alfa olacaq. Və yaxud da kosinus alfanı bu cür yazsam olacaq kosinus kvadrat alfa bölü 2 çıx sinus kvadrat alfa bölü 2. Çünki arqumentlər ancaq dəyişir də. Düsturda neçə dəfə azalıbsa verilən ifadədə də o həmin dəfə azalır və yaxud da artır. Çox vacib 2 düstur deyirəm sizə yarım arqument. Deməli kosinus kvadrat alfa uşaqlar 1 üstə gəl kosinus 2 alfa bölü 2-dir. Sinus kvadrat alfa isə 1 çıx kosinus 2 alfa bölü 2-dir. Bunlar çox vacibdir. Bizə tənliklərdə lazım olacaq. Bunu mütləq qeyd edirsiniz. Bəs bunlar hardan çıxır? Bunların çıxarılışını sizə deyirəm, lazım olar. İspat edək bunlar hardan çıxır. Və məsələn belə bir düstur var idi bizdə sinus kvadrat alfa üstə kosinus kvadrat alfa bərabərdir 1. Bir də belə bir düstur vardı. Kosinus kvadrat alfa çıx sinus kvadrat alfa bərabərdir kosinus 2 alfa. Düzdürmü? Gəlin bunları tərəf-tərəfə toplayaq. Toplasaq bunlar gedəcək, olacaq 2 dənə kosinus kvadrat alfa bərabərdir 1 üstə gəl kosinus 2 alfa. Hər tərəfi 2-yə bölsək kosinus kvadrat alfa olacaq 1 üstə kosinus 2 alfa bölü 2. Bax buradan çıxır. Eyni məntiqlə bunu alt-alta çıxsaz, onda da sinus kvadrat alfa düsturu bayaqki yazdığım alınacaq da onu yazmıram. Belə. Əslində çox şey dedim. Buraxışa düşə biləcək demək olar ki, hər şey dedim. Bir dənə bizdə qaldı trigonometrik tənliklər.
Onu da növbəti mövzuda, növbəti videoda izah edirəm. Onunla da trigonometriyanın buraxışa düşən hissəsini bitiririk. Blok hissələri qalır, tərs trigonometrik funksiyalar. Onları da sonra çəkəcəm. Hələ ki buraxılışı bir dənə verək sağ-salamat. Yəni bu dediklərimi öyrənsəz, bir də trigonometrik tənlikləri bilsəz, 2 dənə sualı inşallah ki yazacaqsınız. Sağ olun.